Getdik Qobustan qoruğuna. Bismillah. Azad qardaşımız səfərə gedir. Salam aleykum. Aleykum assalam. Qobustana gedirsiniz. Gedək Bilal qardaşımızı da götürək. Gedək inşallah. Bayaqdan bizi bu Bilal gözlədib. Yarım saatdır gözləyirik. Aleykum selam. Nətərsiniz? Deyirəm, günəş çıxanda insanın əhvalı yüksəlir. Yol üstü Ətirşah butikə də deydik. Salam aleykum qardaş. Görüşərik inşallah. Salam əleykum. Bu butikdə Ətirşah parfümün özəl məhsulları var. Daha gördük naharı vaxtıdır. Düşündük ki, bir restoranda yemək yeyib səfərimizə çıxaq. Hava da çox gözəldir. Çatdıq Qobustana. Deyəsən inəklər də nahar edirlər. Bilal gedib bilet almağa. 5 mal demiş ya. Biri? Ha. Doğrudan ha. Mən 4 bilirsin. Heç nə. Bir mal bahalaşıb və dela-bala varsa. Xeyli turist gələnə oxşayır. Qobustan. Çıxırıq görək nə var yuxarıda. Böyük daş dağı yuxarıda. Bunlar isə petroqliflərdir. Yəni o vaxtki insanların qaya və daşları cızaraq, yonaraq çəkdiyi təsvirlərdir. Buranın adı Anazağa sığınacağıdır. Оружие у них было из костей животных, из дерева. Buranın mənzərəsinə dəniz xüsusi gözəllik qatır. Məkanın hündürlükdə yerləşməsi də insana xoş təəssürat verir. Sonra getdik muzeyə. Qədim daxma və ya çardaq modeli. 1 kvadrat. 1000 manat ev alırdın elə bir şey, hə? İndiki pulla. Muzeyin iş saatı bitməyinə baxmayaraq bizə hörmət edib içəri buraxdılar. Təşəkkürlər. Bizim də babamızın belə saqqalı olur. Bizim bığlara biraz əl-gəzləmə lazımdır. Burada qədimi qablar, alətlər gördük. Bu isə buğdanı üyütmək üçün istifadə olunan daş kirkirədir. Burada başqa eksponatlar da var. Yer üzündə Allaha tam yəqinliklə inananlar üçün onun təkliyinə, əzəmət və qüdrətinə dəlalət edən əlamətlər vardır. Qurani-Kərim, Əz-Zariyat surəsi 20-ci ayə. Azad, səfərimiz xoşuma gəldi. Maraqlı idi, yaxşı. Nə 5 manata nə verirlər, qaqa?